Bir mən olayam, bir yer olay, bir de kulp olay. Don't worry. Be happy. Salam, mən Mübarizəm. Bir balaca hərəkətə gəlib, yaxın oturun. Bu dünyada hərəkətsiz heç nə yoxdur. Biz dəyişməsək də, təzələnməsək də fəsillərimiz, illərimiz yeniləşir. Qışı birtəhər yaşadıq. Gedənin dalınca danışmazlar. İndi hər tərəfdə bayram tonqalları yanır. Yaxşı ki, onlara sayğac qoşan yoxdur. Nə qədər istəyirsiniz, qızının. Əvvəlcə sizə hadisələrin ucundan qulağından xəbər verim. Sonra inşallah keçərəm mətləbin düz ortasına. Beləliklə ucundan, qulağından. Keçəllə Kosiya imiclərini dəyişmək üçün niyə maliyyə vəsaiti ayrılmır? Maliyyə Nazirliyi sistemində çalışan bürokratlara mən bir aylıq vəzifə maaşı deməli mükafat verdim. Onlar da getsinlər, ailələrində bir sevinç bildirsinlər və Keçələ Kosiya da bir yaxın dursunlar. Kosa və Keçəl bayram yığıncağı keçirmək üçün Baksovetdən icazə almalıdırmı? Bilin məni, milli adət-ənənələrimizdə bu millətə xoş əhval-ruhiyyə verən insanlara həmişə icazə var. Baba Pünhanın düz bir il qabaq Novruz bayramında oxuduğu şeir sonuncu şeiri idi. Bu yuxu Sorməzə Novruz yuxusuymuş Pünhan. Bu yuxu Sorməzə Novruz yuxusuymuş Pünhan. Oyanıb mən yenə dövranı amansız gördüm. Şirin Zərdablı meyxanaçıları bayram tonqalının ətrafına düzüb, onlardan xalqa hesabat vermələrini tələb elədi. Baş əyək İslamın şəriyyətinə biz cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz, təbrik deyək Azəri millətinə biz. Və Qulpun bayram sürprizi. Deməli, belə adətdir, bahar bayramı gələndə hər kəs öz evində, eşiyində səliqə səhman yaradır, işi gücü haqqında hesabat verir. Bax, doğma hökumətimiz də parlamentdə hesabat verir. Mən də Qulpun arxivinə əl gəzdirirdim ki, birdən çoxdan çəkilmiş və efirə getməmiş bir videolent düşdü əlimə. Bizim hökumətin rəhbərləri əməlli başlı yallı gedirdilər. Deyir, yazıq o şəxsə ki, qara qabaqdır. Nə gözəl yaraşır insana gülmək. Bizə həm gülmək yaraşır, həm də rəqs eləmək. Mən həmin video materiala baxıb sevindim. Bayram axşamıdır. Siz də sevinin.
Mən əlavə şərh vermək istəmirəm. Düşər, düşməzi olar. Bu belə. Həmişə bahar bayramı gələndə keçəllə kosanı görəndə məni bir sual əməlli başlı narahat eləyir. Bax, niyə başqa millətlərin qəhrəmanları Santa Claus və Ded Moroz bayram günləri cəmaata hədiyyə paylayır, amma bizim keçəl və kosa cəmaatdan hədiyyələr yığır. Bunun səbəbi nədir? Onlar haqqında niyə cinayət işi açılmır? Dumbulçalan Bəhramı göndərdim Milli Məclisə. Dedim, get, müxalifətdən olan bir millət vəkili tap. Qoy bu suala cavab versin. Müxalifətdən olan millət vəkilinin cavab verməsi o səbəbdən vacibdir ki, qoy Avropa Şurası görsün ki, bizdə demokratiya əməlli başlı inkişaf eləyib. Onların belə deyək ki, hökumətləri, yəni Santa Clausun olduğu ölkənin hökuməti, Ded Morozun olduğu ölkənin hökuməti çox varlı hökumətdir. Bu hökumət xalqın qayğısına qalır. Ona görə belə deyək ki, ildə bir dəfə xalqa yardım göstərmək üçün Santa Clausundan Ded Moroza pay verir ki, onu paylasın xalqa, cəmaata. Amma bizim hökumətimiz çox kasıb hökumətdir. Yalnız o payları özünə götürür. Bu xalqa çatdıra bilmir o hökumət. Ona görə bizim məsələn tutaq ki, keçəl, kosa bizim hökumətə işlədikləri üçün gəlib payı götürüb apararlar hökumətimizə verirlər. Bəlkə bu milli mentalitet məsələsidir. Yox, milli mentalitetimiz məsələsi bizim Murtus müəllim yaxşı bilir o məsələni. Ona görə hesab edirəm ki, bunun milli mentalitetə bir aidiyyəti yoxdur. Bu sadəcə olaraq milli belə deyək ki, özünün inkişafın yolunda bir mərhələdir, çatışmayan bir mərhələdir. Hesab edirəm ki, bizim hökumətimiz nə vaxtsa özündə güc tapıb, dahi siyasətin nəticəsində bu mərhələni keçəcək. Millət vəkili Qulam Hüseyn bəy hökuməti qınadı. Yenə də sual yarandı. Deputatların maaşları vaxtaşırı artır. Bəs keçəl və kosanın sosial durumunu yaxşılaşdırmaq üçün Milli Məclisdə niyə qanunlar qəbul olunmur? Xalqıma və qulp verilişinə bayram sevincləri arzu edilən və bu veriliş özü əhaliyə bir sevinç gətirir. Əhalini biraz düşündürür. Bu keçəllə kosanı da biraz düşündürsə, mələr ki, onların da durumu biraz yaxşılaşar. Bütövlükdə əlbəttə Azərbaycanda bu günləri sosial durumda problemlər var. Hər bayramda da biz nə arzu edirik ki, bu işlər yaxşılaşsın. Mən də bu bayram günündə keçəllə kosaya biraz hövsələ arzu edirəm. Hövsələləri olsun. Onların da qanunları gəlib çatar. Sosial Siyasət Daimi Komissiyasının sədri hörmətli millət vəkili Hadi Rəcəblinin cavabında həqiqət var. Amma başqa bir həqiqət də var. Keçəllə kosanın müasir dəblə geyinmələri üçün, öz imiclərini dəyişmələri üçün qanunlara o qədər də ehtiyac yoxdur. Əsas maliyyə və pul məsələsidir. Ölkəmizdə həmin məsələlərə kim baxır? Bəli, Maliyyə Naziri Əvəz Ələkbərov. Bu suala ondan yaxşı cavab verən tapılmaz. Az qala sual yaddan çıxmışdı. Keçəllə kosanın imicini dəyişmək üçün niyə maliyyə vəsaiti ayrılmır? Bayram münasibəti ilə deyirəm, bu keçəldən kosanın maddi durumu yaxşılaşacaq ya yox? Hökmən yaxşılaşacaq. Mən onu demək istəyirəm ki, Maliyyə Nazirliyi sistemində çalışan bürokratlara mən bir aylıq vəzifə maaşı deməli mükafat verdim. Onlar da getsinlər, ailələrində bir sevinç bildirsinlər və keçələ, kosaya da bir yaxın dursunlar. Və bununla bağlı bütün nazirliklərdə, bütün təşkilatlarda da belə tədbirlər həyata keçirilir. Bütün Nazirlər Kabineti deməli bu işdə, bu yöndə addım atmalıdır ki, onların sosial durumu yaxşılaşsınlar. Ümumiyyətlə, bu el bayramıdır və bu torpağın deməli oyanmasından bağlıdır. Bu belə bayramdır ki, bizim hamımız əl tutmalıyıq az təminatlı imkansızlara. Və sayıram ki, bizə nuş olmaz ki, bizim evimizdə yemək, tutaq ki, plov çox olsun, amma acan adamları biz görək. Ona görə xeyirxah iş hər birimiz görməliyik. Mən də, mənim işçilərim də, dostlar da və siz də görməlisiniz ki, kasıb insanlar bu bayramda o hissiyata qapılmasınlar ki, bizim imkanlar azdır. Əvəz müəllim məsləhət verdi. Öz aramızdır. Məsləhət verməyə nə var ki? Maliyyə vəsaiti versəydi daha yaxşı olardı. Çünki hörmətli Əvəz müəllim məsləhət naziri yox, maliyyə naziridir. Axırıncı çərşənbədə Bakıda əsl bayram ovqatı yaşandı. Bahar qızı, keçəl, kosa, bir sözlə samballı nümayəndə heyəti atəşgahdan od götürüb fayton və atlarla şəhər küçələrində bayram əhval-ruhiyyəsi yarada-yarada Qız Qalasının yanına gəldilər və həmin odla Qız Qalasının üstündəki məşəli yandırdılar. Bütün bunlar şəhər icra hakimiyyətinin iştəhləri idi. Bir sözlə hər şey öz qaydasında idi. Amma bəzi radikal kosa və keçəllər bayram yığıncağı keçirməkdən imtina eləyirdilər. Güya
bayram mitinqi eləmək üçün Bakı şəhər icra hakimiyyətindən icazə almaq lazımdır. Bunu eşidən kimi dinc durmadım. Bir papaq götürüb yollandım şəhərin meri Hacıbalı müəllimin qəbul otağına papaq atmağa. Ən azı papağın içinə yaxşı bir müsahibə qoyulmalı idi. Zənnim məni allatmadı. Hacıbalı müəllim, bu bahar bayramı münasibəti ilə, Novruz bayramı münasibəti ilə sizi təbrik edirik və gördüyünüz işlərdə şəhərin abadlaşdırılmasında uğurlar arzulayırıq sizə. Çox sağ olun, minnətdarlığımı bildirirəm. Mən də bu milləti, bu torpağı, bu vətəni sevənləri sizin timsalınızda ürəkdən təbrik edirəm. Həyatın ən şirin neməti olan can sağlığı diləyirəm və arzu edirəm ki, hər bir sevdiyimiz bu torpağın üzərində yaşayan, bu millətin hər bir ailəsinin evində işıqlar yansın, plovlar bişirilsin və hər bir ailənin ürəyindəkilərinin hamısı Çin olsun və bütün Azərbaycan xalqı xoşbəxt olsun. Çox sağ olun. Bax, bu bayram axşamı bu Azərbaycanlıların bizim, yəni ki, çox əziz bayramımızdır. Bir neçə gün bundan qabaq axırıncı çərşənbədə siz böyük bir ideya irəli sürdünüz. Atəşgahdan od gətirilib Qız Qalasının üstündə deməli olan məşəl yandırıldı və həmin od o atlar vasitəsilə, o fayton vasitəsilə gətirildi şəhərin küçələri ilə. Doğrusu bu bir anlığa neçə illər bundan əvvəl birinci dəfə o Şıxəli Qurbanovun o keçirdiyi Novruz bayramını xatırlatdı. Bu sizə birdən-birə yada düşdü bu ideya, yoxsa necə oldu ki, bax bu ideyanı irəli sürdünüz? Birinci, bilirsiniz ki, Novruz bayramına qalmış 4 çərşənbə hərəsi bir müəyyən bir şeyi ifadə edir. Torpaq çərşənbəsi, su çərşənbəsi, hava çərşənbəsi və od çərşənbəsi. Və biz də məlumdur ki, hər bir insan oddan, havadan, sudan, torpaqdan yaranıb. Və bir millət kimi də oda, torpağa, suya və hava sitayiş edirik. Atəşgah odumuz isə əbədi alovdur. Və tariximizdən də məllidir ki, hər bir Novruz bayramı günü həyətlərdə, əgər keçmişdə olduğu kimi damlarda, evin damında odlar yandırılardı. Tarixi abidələrimiz olan qalalarımızın hamısında odlar yandırılardı və bir-birinə məlumatlar göndərilərdi. Şərdirsə şər odu yandırılardı, xeyirdirsə xeyir odu yandırılardı. Və biz də tarixi günlərimizi mütləq və mütləq təkrarlayaraq, yaşadaraq, atəşgah əbədi alovumuzdan bu böyük alovu götürüb, tarixi abidəmiz olan Qız Qalasının üzərində yandırdıq. Yandırdıq ki, bizim keçmişimiz yaşasın. Əgər keçmişimizi biz yaşada biləcəyiksə, deməli, bizi də gələcəyimiz yaşadacaq. Arzu edirəm ki,
Azərbaycanımızın keçmişi də, bu günü də, gələcəyi də xoşbəxt yaşasın və dünyanın ən gözəl diyarına çevrilsin. Çox sağ olun Hacıbala müəllim. Bax bu belə bir tədbiri həyata keçirdiyinizə görə bayram axşamı, Novruz bayramı həmişə bu bayram axşamı çox vaxt zarafat olur. Yəni keçəl, çoça ilə min bir oyun çıxardırlar. Yəni adamları güldürürlər, xoş ovqat yaradırlar bir sözlə. Bax bu bütün məhəllələrdə, bütün hər yerdə bu keçəl, çoça adamları yığır başına. Elə bil ki bir yığıncaq keçirdirlər də. Bunlar yığıncaq keçirtmək üçün Baksovetdən icazə almalıdırlar ya yox? Yox. Bilin məni, milli adət-ənənələrimizdə bu millətə xoş əhval-ruhiyyə verən insanlara həmişə icazə var. Bu 365 gününü də onlara ərmağan edirəm. Yəni bu milli adət-ənənədirsə? Bəli. Və insanların sevincinə məxsus olan hər hansı bir tədbir varsa, onların hamısına həmişə icazə var, olub və bundan sonra da olacaq. Deməli, ehtiyac yoxdur icazə. Mənə elə gəlir ki, bu milləti sevindirəcək hər hansı bir tədbir varsa, bizim özümüz də o tədbirdə iştirak edib, o tədbirin daha yüksək səviyyədə keçirilməsinə çalışmalıyıq. Onlar elə mübahisə eləyəndə mən də qıraqdan durub tamaşa eləyirdim. Mən onlara dedim ki, nə edirsiniz, eləyin, nə yığıncaq keçirirsiniz. O tonqal da yandıranda bircə o Hacıbala müəllimin əkdirdiyi ağacdan qırıb o tonqalı atmayın, tonqal qalamaya. Siz bilən belə şey eləyərlər onlar, eləməzsə? Mən inana bilmərəm. Ona görə ki, Novruz bayramında hər bir insan öz ürəyindəkiləri nə varsa, hamısının Çin olmasını arzulayır. Küsüllər barışır. Oğul ana və atanın yanına gedir, ona baş çəkir. Ümumiyyətlə, həmin günlər demək olar ki, bütün yaxşı və pislərin hamısı bir-biri ilə barışaraq hamının yaxşı olmasına çalışır. Və mən də bu Novruz bayramında bütün millətə Allah Taala tərəfindən verilmiş o qəlblərdə yaşayan mələklərlə yaşamasını arzulayıram. Arzulayıram ki, yaxşıda yaxşı görsünlər, pisdə də yaxşı axtarsınlar. Onda inanın, pislərimiz azalacaq. Bayramın bir çox atributları var, adət-ənənəsi var. Bunlardan biri papaq atmaqdır. Yəni bunlar hamısı qədim vaxtlardan, min illərin o süzgəcindən keçib gələn şeylərdir. Uşaq vaxtı heç papaq atmısınız? Əlbəttə ki, elə bu günlərdə də mənim yaşadığım evin qapısına papaq atanda inanın, həmin uşaqlıq illərim yada düşür və həmin uşaqlıq illərimin nə qədər xoşbəxt olduğunu duyuram və o papağa imkanım daxilində müəyyən şeylər də göndərirəm. Bax, mən bayaq Keçəldən Kosa ilə danışırdım. Onlar belə danışdılar ki, biz Hacıbala müəllimin evinə papaq atacağıq. Bunlar mübahisə eləyir. O biri deyir ki, görürsən Hacıbala müəllim nə qoyacaq o papağın içərisinə. Başladılar test kimi yazmağa. Yəni Hacıbala müəllim papağın içərisinə nə qoya bilər? Yəni A variantı torpaq sahəsi, B ev, nə bilim, V, bax belə sadalaya. O atılan papaqları nə qoyursunuz siz? Yumurtadır. Siz bilirsiniz ki, 7 rəngli yumurta olmalıdır. Ona görə deyirlər ki, 7 ləvin. Yumurtadır, qozdur, fındıqdır, almadır. Demək olar ki, evdə nə bişirilirsə, Novruz bayramı günü paxlava, şəkərpura, nə varsa, nəyə imkanım varsa, ümumiyyətlə, əgər qapıya papaq qoyulursa, o papaq heç zaman naümid göndərməzlər. Nəyə imkanım varsa, lap kiçik şey də olsa, o papağı qoymaq lazımdır. Onda gələcək il, keçən ilə nisbətən daha xoşbəxt olacaq. Və o siz uşaq vaxtı atırdınız papağın içərisinə. Ən çox yadınızda qalan nə olub? Ən çox papağınız dolan vaxt olub? Əlbəttə ki, hətta papaqları doldurub, həmçinin də biz torbalara yığardıq. Sonra o torbaları müəyyən qrup adamlar ki, biz bir yerdə gedirdik, o torbaların hamısını bir-bir paylaşdırardıq.
Orada iğdədən tutmuş, yumurtadan tutmuş, almadan tutmuş, şeker pıradan tutmuş, her şey olurdu. Ve inanın, bazardan alınan o nimetlerden, bu papaqdan aldığımız nimetler o kadar da farklı olmurdu. Papaqdan götürdüğümüz nimetler daha da nəsə şirin olurdu. O şirinlik bugün də mənim özümdə hiss edirəm. Bax, bir sual da verim sizə. Bizim ən müqəddəs bayramımız Novruz bayramıdır. İlimiz dəyişir, yeniləşir. Torpaq dəyişir, yeniləşir. Ümumiyyətlə, hər şey yeniləşir də. Özdə xoruz ili gəlir. Bax, bu ildən siz nə gözləyirsiniz? Ümumiyyətlə, bu il, yəni bu xoruz Azərbaycana nə gətirməlidir? Qarabağımızı gətirməlidir. Bu Qarabağ dərdimizi tez sağalmasını gətirməlidir. Əgər Qarabağımızı bu xoruz ilində qazansaq, inanın, həm millətin qeyrət və namusunu qaytarmış oluruq. Həmçinin də dünya miqyasında bir daha bəyan edirik ki, torpaqdan pay olmaz. Qeyrətdən və namusdan pay olmaz. Və arzum budur. Gələn Novruz bayramında bu tonqallarımızı Şuşanın ən böyük, mən deyərdim ki, uca bir yerində yandıraq və bütün Azərbaycan xalqı da o böyük tonqalın ətrafında şənlikdə, şadlıqda iştirak eləsinlər. Bu mənim ən böyük arzumdur və əminəm ki, buna nail olacaq. Azəbala müəllim, bayaq o papaqdan söhbət düşdü ki, indi də bizim yaşadığım evin həyətinə, qapısına papaq atırlar. Ümumi işdə amma sizə papaq atanlar da həmişə çox olub. O xalq arasında deyirlər də filan kəsə papaq atır. Bu papaqların sahiblərinə nə deyərdiniz? Bilirsiniz, meyvə gətirən ağaca daş atarlar. Ondan narahatçılıq keçirmirəm. Nə qədər çox daş atsalar da, Bakımda daha çox yaradacağam. Gözəl abidələrin yaranmasına, gözəl binaların tikilməsinə, insanlarımızın gözəl istirahəti üçün gözəl parkların yaradılmasına çalışacağım. Və çalışacağım ki, Azərbaycanım daha da gözəl olsun. Ona görə də o papaq atanlara sizin vasitəsilə deyirəm, nə qədər çox papaq atsanız, Bakımı o qədər də çox sevəcəyəm, o qədər çox yaradacağam. Çünki yalnız və yalnız yaradan yaşayır. Yaşayan xoşbəxt olur. Onlara da yaratmağı, yaşatmağı, yaşamağı və xoşbəxt olmağını arzu edirəm. Bəlkə onda papaq atmağı tərk edərlər. Belə çox enerjili danışırsınız. Bir səmimi sual da verim sizə. Çoxları, mən tanıdığım adamları, şəxsən mən özüm də şahid olmuşam ki, səhər tezdən saat 7-dən şəhərin küçələrində sizi görmək olar, demək olar ki, hər gün. Heç yorulub eləmirsiniz? Allah Teala bizi yaradanda həmişə bu kiçik ömür məsafəsində daha çox yaratmağı tövsiyə edib. Və deyib ki, bu dünyanı sənə bəxş edirəm, bu gözəl dünyanı. Elə yaşa ki, o biri dünyaya köçəndə səndən burada bir iz qalsın. Bax, söhbətin axırında mən bir dənə o zarafatyanı bir şeydən qurtarmaq istəyirəm. Bax, biz o papaqdan gəlmişəm də burada, o papaq atmaqdan da çox danışdıq. İndi baxan da, tamaşaçılar da, indi yaradıcı qrupumuz da deyəcək ki, görəsən Hacıbala müəllimin otağına papaq atdı, onun içərisinə nə qoydu Hacıbala müəllim. Amma otağa biz gəlməkdə, papaq atmaqda mən istəyirdim ki, yaxşı bir müsahibə ilə
bu otaqdan gedim və o müsahibəni götürdüm. Amma qıraqdakı baxanlar deyəcək ki, yox, Hacı Bala müəllim deyəsən o papağın içərisinə başqa bir şey qoyub. Mən də buradan o şəkər buradır, ondan sonra o başqa o fındıqdır, qozu görmürəm. Elə deyəsən papağımız elə əlimizə boş qayıdacaq, eləmi? Yox, mən hamıya papaqlarının dolu olmasını arzulayıram. Göndərdikləri və qoyduqları qapı arxasındakı papaqlarının boş qayıtmamasını arzulayıram. Və arzum budur ki, bütün Azərbaycan xalqının hamısının süfrəsi dolu olsun. Dolu olsun ki, qapı arxasında qoyulan papaqların hamısını da dolu edə bilsin. Bunu söz kəsənlik üçün deyirdim. Yəni mənim papağım artıq dolu qayıdır. Ona görə ki, yaxşı bir müsahibə götürdüm və bu müsahibə bizim hamı üçün bəs eləyir. Söz kəsənlik üçün deyirəm ki, qıraqdan baxanlar deyəcək ki, görəsən nə qoydu. Yəni şəxsən sizin dilinizdən eşidir ki, yaxşı bir müsahibə və bu bizim yaradıcı qrupumuza bəs eləyir. Əlbəttə ki, yaxşı müsahibə, xalqa olan gözəl arzular elə papağın dolması kimi qəbul olunmalıdır. Yaxşı müsahibə öz yerində. Hacı Bala müəllim söhbətin sonunda qeyd elədi ki, mən təkcə məmur yox, həm də insanam. Amma bu darmacallıqda imkan tapıb işgüzar məmur olduğunu da sübut elədi. Sübut eləməsəydi day Hacı Bala müəllim olmazdı ki, o bizə yenicə təmir elətdirdiyi akt zalını eksklüziv olaraq göstərdi və qeyd elədi ki, bu gözəlliyə bizim video kameradan savayı nəzər salan olmayıb. Bu akt zalı ilk dəfə öz orijinal proyektində olduğu kimi təmir olunub və bu işi ilk dəfə yerli ustalarımız görüb. Hacı Bala müəllim öz işindən həzz ala-ala danışdı və bizi də həzz almağa məcbur elədi. Doğrudan da həzz almağa dəyərdi. Taleh elə gətirib ki, həm Qulp proqramının, həm də müasir satiramızın babası Baba Pünhan sonuncu şeirini düz bir il qabaq elə Novruz bayramında oxuyub. Təkrar eləyirəm sonuncu şeirini. Bu gecə yurdumu rüyada yalansız gördüm. Milli sərvətləri bu yurtda talansız gördüm. Müxalifətlə iqtidarı hey gülüb danışan özlərin sadə sözlərin isə tikansız gördüm. Neçə köçkün qocanı villada məkan etmiş, neçə məmuru o çöllərdə məkansız gördüm. Hərənin bir dükanı var idi, keflər kök idi, bir mübariz ilə pünhanı tükansız gördüm. Vətənin sərvətinin xəznədarı xalq idi. Bütün xəzinələrin üstünü ilansız gördüm. Bir də üryanlığı təbliğ eləyən çox kişini, qaynayan qır qazanı içrə tumansız gördüm. Şuşanı, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı, Laçını, Zəngəzuru, Göyçəni yansız gördüm. Yuxuda bayrama atətlə qonaq gəlmişdi. Qarabağ çertozunu onlarda gümansız gördüm. Şirinin cır səsinə aləm oyandı yuxudan, xoruzu vurdu paraliz, onu bansız gördüm. Bu yuxu Şorməzə Novruz yuxusuymuş Pünhan. Bu yuxu Şorməzə Novruz yuxusuymuş Pünhan. Oyanıb mən yenə dövranı amansız gördüm. Alqışlar, alqışlar. Bayram vaxtı dünyasını dəyişənləri yad eləmək adətdir. Azad həyat tərzini dəyişənlərdən hal əhval tutmaq və onlarda xoş ovqat yaratmaq da savab işdir. Mən azad həyatdan qapalı şəraitə düşənləri, yəni həbsxana şəraitində yaşayanları deyirəm. Qulpun səyyar kameraları qadın həbsxanasında keçirilmiş bayram konsertinin şahidi olub. Siz də biganə qalmayın. Yanında kalacağım ben.
Ne zaman istesen aziz canım, kumrar gözlerine yansana kurban. Ne zaman istesen aziz canım, kumrar gözlerine yansana kurban. Sen müşfiğin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Sen müşfiğin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Gelmiş yüzüne bir kara dağlı, bir kara dağlı. Bir kara kulundur kolları bağlı, kolları bağlı. Gelmiş yüzüne bir kara dağlı, bir kara dağlı. Bir kara kulundur kolları bağlı, kolları bağlı. Gerçek mesile mekanizmanda, gümüş topuğunda kal sene kurban. Gerçek mesile mekanizmanda, gümüş topuğunda kal sene kurban. Sen müşfiğin yanına kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Sen müşfiğin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Sen müşfiğin yanında kal yine sana kurban. İstersen bu canımı Elə bu günlərdə hökumət parlament qarşısında hesabat verir. Şirin Zərdablı da dinç durmayıb, meyxanaçıları çağırıb tonqal ətrafına və onlardan tələb eləyib ki, xalqa hesabat versinlər. Meyxanaçıların bir yaxşı xasiyyəti var. Xeyirdən, şərdən qalmırlar. Sağ olsunlar, Şirin kişinin sözünü yerə salmayıb, tonqal ətrafında düzlənib, cəm olub Novruzda ocaq başında təbrik deyək Azəri millətinə biz adlı qafiyə tutub və xalqa hesabat veriblər. Cəm olub Novruzda ocaq başında, cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri Millətinə biz, təbrik deyək Azəri millətinə biz. Ay sağlığına o qədər şərab içildi, nə qədər ot var idi, hamısı beçildi. Kimizdir 2004 seçildi, kimizdir 2004 seçildi. Heyran olaq onun cəsarətinə biz, heyran olaq onun cəsarətinə biz. Cəm olub Novruzda ocaq başında, təbrik deyək Azəri millətinə biz. Şirin dayı əcəb gəlibdir hala, bir oxuyandan o qalmayır dala. Siz onu elə təriflə düz az qala, baş əyək önündə şəxsiyyətinə biz, baş əyək önündə şəxsiyyətinə biz. Cəm olub Novruzda ocaq başında, təbrik deyək Azəri millətinə biz, təbrik deyək Azəri millətinə biz. Erşən özü öz xəmini yoğrayar, lazım olar sözlərini doğrayar. Gedəndə xonçadan qoğal oğrayar, gərək fikir verək hərəkətinə biz, gərək fikir verək hərəkətinə biz. Cəm olub Novruzda ocaq başında, təbrik deyək Azəri millətinə biz. Nə qədər biz Şirin dayını izləyək, ömür boyu səbr eləyək, gözləyək. Gəlindi də biz özümüzdən söz deyək, qoşulmayaq özgənin söhbətinə biz, qoşulmayaq özgənin söhbətinə biz. Cəm olub Novruzda ocaq başında, təbrik deyək Azəri millətinə biz. Ocaq yandır bu aydını közündə, məna məntiq də qalmayıb sözündə.
Nəyin vardısa qoy qalsın özündə. Göz dikmərik özgənin qismətinə biz. Göz dikmərik özgənin qismətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Şirin dayı ortada pərdədir ki, istedadı onun içərdədir ki, show biznesdə o elə yerdədir ki, Allah düşməyək onun vəziyyətinə biz. Allah düşməyək onun vəziyyətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Təbrik deyək Azəri millətinə biz. Meşedi hacı danışdı, meyxananın başda tacı danışdı. Mənimlə meşedi hacı danışdı, meyxananın başda tacı danışdı. Şirin kişi mənlə acı danışdı, bir baxmırıq kimin şikayətinə biz. Baxmırıq heç kimin şikayətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik edək Azəri millətinə biz. Şirin dayının zərri yoxdur günahı, Zərdablıdır tanıyıram şifahi. Hər kəsi bir cür yaradır ilahi. Bunu da yazar Allahın qismətinə biz. Bunu da yazar Allahın qismətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Şirin dayı üçün qurarıq ziyafət. Qonaqlar da gələr ora nəhayət. Kişilər bizim üçün eləyir müşayət. Təşəkkür deyə girsin heyətinə biz. Təşəkkür deyə girsin heyətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Təbrik deyək Azəri millətinə biz. Allahdan başqa kömək kim kəs eləyir, gənə edən də bax o müqəddəs eləyir. Mən bilmirdim şirin kişi məclis eləyir. Gəlmişik mübarizin dəvətinə biz. Gəlmişik mübarizin dəvətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Şair odur deyər götür qoy eləyər. Ələ salar hamısını hoydu hoy eləyər. Şirin kişi balalarına toy eləyər. Şirin kişi balalarına toy eləyər. Boşlarıq orada bax müşayətinə biz. Boşlarıq musiqinin müşayətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Təbrik deyək Azəri millətinə biz. Mən varam belə qismət belə olacağa. Rəyyət edək mərifətə qanacağa. Ağırlığım uğurluğum bu ocağa. Son qoyaq həyatın müsibətinə biz. Son qoyaq həyatın müsibətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Biz daş qoymamışıq sizin daşvıza. Ad gün edin gələk sizin yaşvıza. Şirin dayı oyun açar başvıza. Əzəldən bələdük ki xəsiyyətinə biz. Ələtdən bələdük ki xəsiyyətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Mənamiş qurban olək Azərbaycana. Bizi ocaq aparır köhnə dövrana. Gəl uyməyək başqa dinə imana. Baş əyək İslamın şəriətinə biz. Baş əyək İslamın şəriətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Təbrik deyək Azəri millətinə biz. Xonçanı gəlmişik yeyib doymağa və yaxud da söz sinəsini soymağa. Çıxmışıq qulpa yenə qulp doymağa. Biz çıxdıq qulpa yenə qulp doymağa. Yazlaq mübarizin bu şirkətinə biz. Yazlaq mübarizin bu şirkətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Mehman bir halda ki ocaq yanırsa, gələn insanlar oradan atlanırsa, bu dünyada Allah'ı kim danırsa, bir yerdə keçir dərik ətinə biz, bir yerdə keçir dərik ətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Nəyə gərək kimin ürəyi dağ olsun,
Yaraşmaz sözümüz fırıldaq olsun. Ocağı yandıranın canı sağ olsun. İsinmişik onun hərarətinə biz. İsinmişik onun hərarətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Təbrik deyək Azəri millətinə biz. Bizi yaradan düzdür, pərverdigardır. Torpaq oyandısa meyvədir, bardır. Aşikar onsuzdakı aşikardır. Axtarırıq həyatda xəlvətinə biz. Axtarırıq həyatda xəlvətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Haqqı əgər görsək gərək damlayaq. Yalancının sözünə aldanmayaq. Ocaqda isinik amma yanmayaq. Düşməyə gün ən uca şiddətinə biz. Yoxsa pastiyanlı düşək çətinə biz. Yoxsa həmişə düşərik çətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Təbrik deyək cəmaəti şad edək. Meyxana ilə çalışırıq ki ad edək. Nə qədər yaradaq neçə icad edək. Çatmarıq səbəbkarın şöhrətinə biz. Çatmarıq səbəbkarın şöhrətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Cəm olub Novruzda ocaq başında. Təbrik deyək Azəri millətinə biz. Novruzda adətdir. Hamı bayram tonqalının üstündən hoppanır və bütün ağrılarını odun üstünə tökür. Valla o ocağın, o odun halına yanıram. Bayram tonqalı o qədər ağrıya tab gətirə biləcəkmi? Sualı buraxıram sizin öhdənizə. Təkrar eləyirəm. Novruzda adətdir. Hamı bayram tonqalının üstündən hoppanır. Mənim də vaxtım çatdı. Gedirəm. Siz də gedin hoppanmağınızın dalınca. Hoppanın və çalışın. Salamat qalın. Dişinə döyüb yumurta, əmin ol sığortasından, bugün iqtidar müxalif bilinər yumurtasından. Bəlkə dadışaq. O da mümkündür. Dada baxaq, görək ki, dəyişimiz Bir yoxlayın. Düzdür. Mənim yumurtada baxdım kəsin. Sizin baxdınız mənim rəngim. Şərtimiz nədir? Hə? Şərtimiz? Şərtimiz içmə olursa bir hədiyyə verəcəyəm. Sözdə bir dənə veriliş mənə borcdur. Ayrıca. Bir qayda olaraq balaca yumurtanı saxlayıb böyük. Yaşlı balaca. Yoxsa balaca. Yaşsa balaca yumurtanı saxlayıb, yoxsa böyük yumurtanı saxlayıb, sağlığını təqdim. Çox sağ olun. Bayrağınız qutlu. Aha! Bəlkə mən tutun, siz hər halda nadir edirsiniz. Necə deyirsiniz? Vəssalam. Uldunuz da şəhdə boydu ki, ulduzlu. Sağa çəkmə xeyri yoxdur, sola əymə xeyri yoxdur. Ona iqtidar deyərlər, vırıcı düz olsun. Down wearing.